Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Afət Fərman qızının həmkarı Şəbnəm Tovuzluya ünvanladığı sərt açıqlamalar gündəm olub. Sənətçi sosial şəbəkə hesabından yayımında Vəfa Şərifova və aparıcı Zaur Nəbioğlu ilə yaşadığı qalmaqaldan danışarkən Şəbnəm Tovuzlunun adını da çəkib. Afət Şəbnəm Tovuzlunun aparıcı Zaura bahalı iPhone hədiyyə göndərdiyini deyib və bu addımı kəskin tənqid edib. Şəbnəm, utan, öl, yerə gir. Onun qabağında nə əskik işin var ki, hədiyyə göndərirsən. Birinə də nəsə verməmişəm. Onun bu sözləri sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.